Bugün sizinlə Türk lokumunun hazırlanmasını bölüşürəm. Lokumun daha ləzzətli olması üçün təzə apelsin şirəsindən istifadə edirəm. 800 qram şirənin üzərinə 200 qram şəkər tozu və 150 qram qarğıdalı nişastası əlavə edib, orta istilikdə əlimi dayandırmadan qarışdıraraq bişirirəm. Təxminən 25 dəqiqəyə hazır olur. Kütlə şəffaflaşdıqda demək ki hazırdır. Ölçüsü 25 sm-in 15 sm olan qabı su ilə isladıb, kütləni qaba yığıb, üzərini örtüb, təxminən 3-4 saat gözlədikdən sonra kəsirəm. 3 xörək qaşığı nişasta və 1 xörək qaşığı şəkər pudrasını qarışdırıb, üzərinə səpirəm ki, kəsdikdən sonra bir-birinə yapışmasın. Qaldıqda isə daha ləzzətli olur.